Bu tablo sahibəsinə bir gün ərzində şöhrət gətirdi. Fermiona von Preyshin 1854-cü ildə Almaniyada anadan olmuşdu. Zadəgan nəslindən olan xanım şair və rəssam idi. Həmçinin qadınların hüquqlarını müdafiə edirdi. 1887-ci ildə onun çəkdiyi Ölüm İmperatordur tablosunu İncəsənət Akademiyasında nümayiş etdirməkdən boyun qaçırdılar. Çoxları əsərdə qocalmış Almaniya İmperatoru 1-ci Vilhelmə işarə olunduğunu düşündü. İnsan skeleti kral plaşına bürünüb, əlində qılınc tutub, o bir əli ilə qəti bir tərzdə kralın taxtını aşırır. Ayağını yer kürəsinin üstünə qoyub. Başında dəmirdən kobud bir tac var. Qiymətli daş-qaşdan qızıl tac isə solmuş çiçəklər içindədir. Əsərdə rəssam bildirmək istəyirdi ki, hakimiyyət, güc, hər şey ölüm önündə gücsüzdür. Əsərinə qadağa qoyulmuş 33 yaşlı xanım rəssam məyus oldu. 1-ci Vilhelmə və Prussiya kralına məktub yazdı. İmperatorun katibliyindən cavab gəldi ki, onların əsərə qarşı heç bir narazılığı yoxdur. Qadın İmperatorun cavabını qəzetdə dərc etdirdi. Bir məkan kirayələdi və bilet sataraq tablosunu nümayiş etdirdi. Bir gün ərzində Fermiona von Preyshin məşhur oldu.